Dondurmanın görünüşü onun keyfiyyətindən xəbər verəcəkdir. News 24 xarici mediaya istinadən bildirir ki, dondurma almazdan əvvəl onun tərkibini diqqətlə öyrənin. Klassik məhsulun reseptinə süd, qaymaq, yağ, quru süd, şəkər, dadlandırıcılar və stabilizatorlar daxildir. Süddə, qaymaqlı dondurmada və plambirdə bitki mənşəli yağların istifadəsinə icazə verilmir. Məhsulun xarici görünüşünə görə saxta və ya texnologiya pozuntusunu müəyyən etmək mümkündür. Ekspertiza belə nəticəyə gəlib ki, səthdə qeyri-bərabər rəng və ya buzun görünməsi ingrediyentlərin zəif qarışması və ya təkrar dondurulmasını göstərir. Şokolad glazurunun vəziyyətini də diqqət yetirməlisiniz. Üzərində ağ örtük, xırda və ya yapışqan toxuma istehsal problemlərini və keyfiyyətsiz dondurmanı göstərə bilər. Dondurmanın deformasiyası məhsulun düzgün saxlanmadığını və ya saxlanma müddətinin sonuna yaxınlaşdığını da göstərir.